Axşamınız xeyir. Ayr 24'te xəbərlərin 22 buraxılışı ilə qarşınızdayıq. Studiyada Vəfa Təyyar qızıdır, indi isə daha ətraflı. Ermənistan daxilində Rusiya yönümlü qüvvələr yenidən fəallaşmağa başlayıb. Buna qarşılıq olaraq Gümrü şəhərinin meri Vardan Quqasyan həbs edilə bilər. Bu addım seçkidə saxtakarlıqla əsaslandırılsa da, ekspertlər əsas səbəbinin Rusiya ilə ittifaqa səsləmə olduğunu qeyd edirlər. Belə bir vəziyyətdə İrəvan hakimiyyəti hansı taktiki addımlar atacaq? Sıradakı sujetdən biləcəyik. Ermənistanın Rusiya ilə ittifaq dövlətində birləşməsinə çağıran Gümrü şəhərinin meri Vardan Quqasyan həbs oluna bilər. Bu barədə Jogovurt qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə ölkənin baş naziri Nikol Paşinyan artıq müvafiq qurumlara Quqasyanla bağlı araşdırma aparmaq əmri verib. Nikol Paşinyan bir gün öncə apreldə Gümrüdəki mer seçkisinin saxtalaşdırıldığını bəyan edib. Nəşr hesab edir ki, Paşinyan bu sözləri ilə faktiki olaraq hüquq mühafizə orqanlarına Gümrünün müxalifət meri Vardan Quqasyanı həbs etmək üçün yol xəritəsi verib. Analitiklər bildirirlər ki, Ermənistan hakimiyyəti bütünlükdə çətin vəziyyətə düşüb. Buna səbəb Rusiyanın hakimiyyətdə dəyişikliyə maraqlı olmasıdır. Ancaq Qərbin dəstəyi də Paşinyanın hakimiyyətdə qalmağı üçün müəyyən imkanlar açır. Zengezur koridoruna Amerikan şirketlerinin yerleşerek 99 yılına burada varlığını sürdürecek olması da Rusya'yı rahatsız etmekte, ancak Rusya-Amerika politikalarının gündemden dolayı Rusya biraz sessiz kalırken bunu muhalefete ihale ederek Nikol Paşinyan'ı köşeye sıkıştırma ve mümkünse görevden düşürülerek bu anlaşmanın olmaması için bir hamle olarak ele alınmalıdır. Ekspertlər deyirlər ki, Paşinyan da buna cavab olaraq ətrafında təmizləmə siyasəti aparır. Səbəb baş nazirin həm də qrup daxili problemləri həll etməsidir. Söz gedən qərarlar isə formal xarakter daşıyır. Paşinyan bu addımla həm də seçki qabağı xal kazanmağa çalışır. Belə vəziyyətdən də Paşinyan hakimiyyətinin çıxması o qədər də asan deyil. Çünki hazırda Paşinyana qarşı kənar güclərin, daha doğrusu Rusiyanın yönətdiyi olduqca ciddi bir təbəqə mövcuddur. Erməni oliqarxiyası, erməni kilsəsi və radikal revansist düşərgə hazırda kənardan gələn təlimatlar üzrə hərəkət edir və hakimiyyətin dəyişdirilməsinə çalışır. Analitiklər bildirirlər ki, Ermənistan qərbə meyilli siyasi xətt yürütməsinə baxmayaraq, ölkədəki Rusiya meyilli qüvvələr Moskva ilə ittifaqın yaradılmasına çalışır. Rusiya, Belarus, Ermənistan ittifaqının yaradılması ideyası da buna xidmət edir. Digər tərəfdən, vaxtı ilə Qarabağda fəaliyyət göstərən terror qruplaşmasının İrəvanda olması və hakimiyyətin onları zərərsizləşdirmək gücündə olmaması böyük risk daşıyır. Bu isə hakimiyyətlə revanşist qruplaşmalar arasında toqquşma ehtimalını artırır.